Salam əziz bürc sevərlər. Bu həftə göy üzü elə bir enerji daşıyır ki, bəzilərinizin həyatı 180 dərəcə dəyişəcək. Videoya keçməzdən əvvəl kiçik bir anons. Bir bürcümüz bu həftə illərdir gizli qalan bir sirrin açılmasından şok yaşayacaq. Digər bir bürcümüz isə həftənin ortasında ağlına belə gəlməyən böyük maddi qazanc gözləyir. Bu bürclərin hansı olduğunu bilmək üçün videonu sona qədər izləyin. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, bürclərin səsini qaçırmamaq və bu böyük ailənin bir üzvü olmaq üçün indi abunə olun və zəng işarəsini açın. İndi isə keçək bürclərə. Qoç. Ev daxilində köhnə bir sənəd və ya miras məsələsi yenidən gündəmə gələ bilər. Bu vəziyyət ailə üzvləri arasında bir müddət müzakirə olunsa da, həftə sonuna doğru ortaq məxrəcə gəlinəcək. Sevgidə qarşı tərəflə aranızda olan soyuqluq qəfil bir zəng və ya mesajla aradan qalxır. Subaylar üçün sosial mühitdə tanışlıq gözləniləndir. Yeni bir layihəyə başlamaq üçün rəhbərlikdən yaşıl işıq ala bilərsiniz. Fikirlərinizi çəkinmədən bölüşün, çünki bu həftə təklifləriniz ciddi qəbul olunur. Gözləmədiyiniz bir mənbədən kiçik pul axını baş verəcək. Bu məbləğ həftəlik xərclərinizi qarşılamağa kifayət edəcək. Təhsildə zehni gərginlik olsa da, nəticələr sizi məmnun edəcək. Xüsusilə yeni məlumatların mənimsənilməsi bu həftə daha asan olacaq. Sağlamlığa gəldikdə isə yuxusuzluq enerjinizi sala bilər. Bitki çayları və qısa yürüşlər bədəninizi canlandıracaq. Bu həftə hər deyilənə reaksiya verməyin. Səssiz qalmaq sizin xeyrinizədir. Buğa. Evinizə uzaqdan bir qonağın gəlməsi və ya xoş bir xəbərin çatması ab-havanı tamamilə dəyişəcək. Köhnə küsüllüklər bu həftə unudulur. Münasibətdə olanlar üçün çox romantik və səmimi bir həftə başlayır. Ciddi bir qərar vermək ərəfəsində ola bilərsiniz. İş mühitində stabillik qorunur, lakin ətrafınızdakı bəzi dəyişikliklərə uyğunlaşmaq lazım gələcək. Yeni bir iş təklifi və ya əməkdaşlıq qapınızı döyə bilər. Maddi durumunuzda gözə çarpan bir yaxınlaşma var. İtirdiyiniz bir əşyanı və ya pulu geri tapma şansınız yüksəkdir. Təhsildə uzun müddətdir ara verdiyiniz bir sahəyə yenidən qayıtmaq üçün əla vaxtdır. Öyrəndikləriniz sizə yeni qapılar açacaq. Boğaz və boyun nahiyənizi qoruyun. Soyuq içkilərdən uzaq durmağınız məsləhətdir. Təbiətlə vaxt keçirmək sizə daxili huzur gətirəcək. Əkizlər. Yaxın bir qohumun uğurunda sevinəcəksiniz. Ailə daxilində kiçik bir bayram və yığıncaq planlaşdırıla bilər. Keçmişdən gələn bir xəbər sizi bir anlıq düşündürəcək. Amma gələcəyə fokuslanmaq sizə daha çox xoşbəxtlik vəd verir. İş mühitində yaradıcı tərəfiniz bu həftə pik nöqtəsindədir. Fərqli yanaşmalarınız iş yoldaşlarınız tərəfindən rəğbətlə qarşılanacaq. Alqı-satqı işləri üçün uğurlu zamandır. Əlinizə keçən pulları hara xərcləyəcəyinizi əvvəlcədən planlayın. Sənədləşmə və ya imtahan hazırlıqlarında diqqətli olun. Xırda səhvlər vaxtınızı ala bilər. Əsəb sisteminizi qoruyun. Stres yaradan insanlardan uzaq durun. Yoga sizə çox kömək edəcək. Çox danışmaqdansa daha çox dinləməyə çalışın bu həftə. Xərçəng. Evinizdə bəzi əşyaların yerini dəyişmək və yeni bir alış-veriş etmək istəyi yaranacaq. Valideynlərlə olan bağlar daha da möhkəmlənir. Hissləriniz çox dərindir və bu həftə onları paylaşmaq üçün doğru zamandır. Qarşı tərəfdən gözlədiyiniz dəstəyi alacaqsınız. Gərgin əməyinizin bəhrəsini rəhbərlikdən gələn xoş sözlərlə görəcəksiniz. Karyeranızda yeni bir pilləyə qalxmaq üçün fürsətlər yaranır. Borcların qaytarılması və ya köhnə bir ödənişin edilməsi büdcənizi biraz sıxa bilər. Amma həftə sonu vəziyyət düzələcək.
Təhsildə isə qrup işlərində aktiv iştirak edin, çünki ortaq işlərdən daha çox qazanacaqsınız. Məlumat mübadiləsi uğurunuzu artıracaq. Sağlam qidalanmağa üstünlük verin. Mədə nahiyəsində həssaslıq yarana bilər. Bu həftənin sizə olan məsləhəti: daxili səsinizə güvənin. O sizi ən doğru yola aparacaq. Əziz izləyicilər, proqnozların yarısını bitirdik. İndi isə sizin növbənizdir. Şərhlərdə mənə yazın. Bürclər haqqında daha hansı mövzularda videolar görmək istəyirsiniz? Bir də bürclərlə bağlı sizi düşündürən hər hansı sualınız varsa, mütləq qeyd edin. Hamısını cavablandıracağam. Və hələ də buradasınızsa, zəhmət olmasa videonu bəyənin və abunə olmağı unutmayın. İndi isə keçək növbəti bürclərə. Şir. Ailə daxilində liderlik rolunuz ön plana çıxır. Bir çox problemlərin həlli məhz sizin verəcəyiniz qərardan asılı olacaq. Sevgi həyatınızda isə ehtiraslı bir dövr başlayır. Mövcud münasibətlər yeni bir səviyyəyə keçir. Subaylar üçün isə qəfil eşq ehtimalı var. İşdə özünüzü sübut etmək üçün əla fürsətlər yaranır. Yeni bir vəzifə və ya məsuliyyətli bir iş sizə həvalə oluna bilər. Maddi olaraq çox şanslı bir həftədir. Gözlənilməz bir gəlir və ya bahalı bir hədiyyə ala bilərsiniz. Natiqlik qabiliyyətiniz sayəsində hamını heyran qoyacaqsınız. Müzakirələrdə və ya seminarlarda ön plana çıxacaqsınız. Ürək və kürək nahiyənizi qoruyun. Ağır fiziki işlərdən qaçmaq tövsiyə olunur. Bu həftənin sizə məsləhəti: ətrafdakıların dəstəyini qəbul edin. Hər şeyi tək etməyə çalışmayın. Qız. Ev işlərini qaydaya salmaq və köhnə məsələləri bağlamaq üçün yaxşı həftədir. Ailə üzvləri ilə səmimi söhbətlər ürəyinizi dincəldəcək. Münasibətlərdə hər şeyi analiz etməyi dayandırın. Sadəcə qarşı tərəfin sizə olan sevgisini hiss etməyə çalışın. Çox məhsuldar həftədir. Planladığınız bütün işləri bitirəcəksiniz. Maddi baxımdan çox cazibədar bir təklif ala bilərsiniz. Qənaət etməyiniz öz bəhrəsini verir. Bu həftə əlavə qazanc yolları tapmaqda çətinlik çəkməyəcəksiniz. Detallara fokuslanmaq sizə imtahanlarda böyük üstünlük qazandıracaq. Analitik düşüncəniz ən yaxşı köməkçinizdir. Sağlamlıqda isə həzm sisteminə diqqət yetirin. Yüngül qidalanın. Vitamin qəbulu enerjinizi bərpa edəcək. Bu həftənin sizə olan məsləhəti: özünüzə qarşı bu qədər tənqidi olmayın. Uğurlarınızdan həzz alın. Tərəzi. Evdə harmoniya hökm sürür. Uzun müddətdir görüşmədiyiniz doğmalarınızla bir araya gəlmək ruhunuza çox yaxşı təsir edəcək. Romantik sürprizlər və xoş sözlər həftənizi rəngləndirəcək. Münasibətlərdə olan bütün incikliklər sona çatır. İş mühitində diplomatiya və şarmınız sayəsində çətin danışıqlardan qalib çıxacaqsınız. Yeni ortaqlıqlar gündəmə gələ bilər. Gəlirləriniz stabildir, amma gözəllik üçün xərcləriniz arta bilər. Büdcənizdə balansı qorumağa çalışın. Yaradıcılıq sahəsində oxuyanlar üçün ilham dolu bir həftədir. Yeni layihələriniz yüksək qiymətləndiriləcək. Bol su için və dərinizin qayğısına qalın. Təmiz havada gəzinti zehni yorğunluğu aradan qaldıracaq. Bu həftənin sizə olan məsləhəti: seçim etməkdən qorxmayın. Hər iki yol sizi uğura apara bilər. Əqrəb. Girişdə dediyim kimi, ailə daxilində gizli qalan bir sir bu həftə üzə çıxa bilər. Bu vəziyyət əvvəlcə sizi təəccübləndirsə də, sonra hər şey xeyrinizə olacaq. Çox güclü cazibə qüvvəniz var. Bu həftə insanların sizə olan marağı artacaq. Amma kimisə həyatınıza buraxmazdan əvvəl yaxşı düşünün.
Strateji hərəkət etmək vaxtıdır. Gizli rəqibləriniz olsa da, siz hər zaman onlardan bir addım öndəsiz. Maddi sıçrayış üçün böyük fürsət yarana bilər. Riskli görünən bir investisiya gözlənilməz gəlir gətirə bilər. Məqsədlərinizə fokuslanmaqda heç bir çətinlik çəkməyəcəksiniz. Tədqiqat işləriniz uğurla nəticələnəcək. Bədəninizdəki toksinlərdən qurtulmaq üçün detoks edin. Enerjinizi yeniləmək sizə çox vacibdir. Gücünüzü daxilinizdə saxlayın. Hər planınızı hamıya danışmayın. Oxatan. Uzaqdan gələn qohumlar və ya sevindirici bir səyahət xəbəri ailə üzvlərini birləşdirəcək. Şən mühit sizi gözləyir. Münasibətlərdə macəra və yenilik axtarırsınız. Sevdiyiniz şəxslə yeni bir yerə getmək bağlarınızı daha da gücləndirəcək. Beynəlxalq və ya fərqli şəhərlərlə bağlı layihələrdə uğur qazanacaqsınız. Vizyonunuzu genişləndirən təkliflər almaq ehtimalınız çoxdur. Pul gəldiyi kimi də gedə bilər. Odur ki, xərclərə diqqət edin. Maddi baxımdan biraz daha planlı olmaq lazımdır. Təhsildə yeni bir sahəyə marağınız oyanacaq. Bu maraq gələcəkdə sizə əsas gəlir mənbəyinə çevrilə bilər. Sağlamlığa gəldikdə isə bud və ayaq ağrılarına qarşı diqqətli olun. Gün ərzində çox hərəkət etməyə çalışın. Bu həftənin sizə olan məsləhəti: hadisələrə daha dərindən baxın. Hər şey göründüyü kimi olmaya bilər. Oğlaq. Ailə böyükləri ilə olan dialoqlar bu həftə çox önəmlidir. Onların məsləhətləri sizə çox qaranlıq məqamları işıqlandıracaq. Münasibətdə ciddiyyət və inam hər şeydən üstündür. Partnyorunuzla gələcəkdə planlarınız barədə ciddi söhbət edəcəksiniz. Karyeranızda yüksəliş üçün bütün qapılar açılır. Çalışqanlığınız və disiplininiz rəhbərliyin xüsusi diqqətini çəkəcək. Pulunuzu idarə etməkdə peşəkarsınız. Daşınmaz əmlak və ya torpaq məsələlərində uğurlu sövdələşmələr ola bilər. İmtahanlar və ya elmi işlər üçün çox məhsuldar həftədir. Öyrəndikləriniz hafizənizdə möhkəm qalacaq. Diş və sümük sağlamlığına diqqət yetirin. Kalsium qəbulunu artırmaq faydalıdır. Bu həftənin sizə olan məsləhəti: İşinizi sevin. Amma həyatın digər tərəflərini də unutmayın. Dolça. Evdə çox səmimi və dostyana bir ab-hava var. Ailə üzvləri ilə birlikdə yaradıcı bir işlə məşğul ola bilərsiniz. Azadlıq hissiniz bu həftə çox güclüdür. Partnyorunuzla birlikdə fərqli və maraqlı aktivitələr etmək münasibətinizi təzələyəcək. Texnologiya və ya sosial media ilə bağlı işlərdə böyük sıçrayış edəcəksiniz. İdeyalarınız hamı tərəfindən heyranlıqla qarşılanacaq. Gözlənilməz onlayn gəlirlər və ya şanslı investisiyalar ola bilər, amma rəqəmsal təhlükəsizliyə də diqqət edin. Təhsildə, qrup işlərində və onlayn kurslarda çox uğurlusunuz. Yenilikçi üsullarla öyrənmək sizə zövq verəcək. Qan dövranı və ayaq biləklərində həssaslıq ola bilər. Rahat ayaqqabı geyinməyə çalışın. Bu həftənin sizə olan məsləhəti: özünüzə inanın. Hər kəsdən fərqli düşünürsünüz və bu sizin gücünüzdür. Balıq. Ailə daxilində mənəvi dəstək həftəsidir. Sevdiklərinizlə bir yerdə olmaq sizə bütün problemləri unutduracaq. Daxili huzur verəcək. Romantik xəyallarınız bu həftə gerçəkliyə çox yaxındır. Həssaslığınız və səmimiyyətiniz qarşı tərəfi sizə daha da heyran edəcək. Yaradıcılıq və ya xeyriyyəçilik işlərində çox uğurlu olacaqsınız. Daxili hissləriniz sizə işdəki çətinlikləri aşmağa kömək edəcək. Maddi yardımlar və ya hədiyyələr almaq ehtimalınız çoxdur. Pul məsələlərində çox narahat olmayın, hər şey yoluna düşür.
psixologiya və ya incəsənətlə bağlı mövzularda dərinləşmək üçün əla vaxtdır. İmtahanlarda intuisiyanız sizi yanıltmayacaq. Ayaqlarınızın qayğısına qalın, bol istirahət edin. Meditasiya ruhunuza çox yaxşı təsir edəcək. Bu həftənin sizə olan məsləhəti: həyatı çox ciddiyə almayın. Bəzən hər şeyi axışına buraxmaq ən yaxşı həldir. Bəli, əziz izləyicilər, 27 aprel 3 may həftəsi ulduzların bizə mesajı belə idi. Ümid edirəm ki, bu məlumatlar sizə yol göstərəcək. Videonu bəyənməyi, abunə olmağı və gələn həftədəki proqnozu qaçırmamaq üçün bildirişləri açmağı unutmayın. Uğur və şans həmişə sizinlə olsun.